Salam, dərindən söhbətlərə xoş gəlmisiniz. Bu gün artıq 7-ci buraxılışımızdır. İlk öncə onu deyim ki, səsimə görə üzr istəyirəm. Bugünkü mövzumuz ən sadə dəri qulluğu, hormonlar, yuxu və qidalanmanın dərimizə təsiridir. Bugünkü qonağımız isə Şümarə Qaracayevadır. Şümarə xanım, salam, necəsiz? Yaxşı olun, xoş gördük. Təşəkkür edirəm ilk öncə sizi dəvət elədiyiniz üçün. Çox sağ olun, dəvətimizi qəbul elədiniz. Anti-aging mövzusu haqqında hər zaman danışıram. Dəvət olunduğum bütün platformalarda və insanlarımızın daha əlçatan və başa düşüləcək şəkildə anlatmağa çalışacağam bu gün də. Qısa olaraq özüm haqqında Bəli, istəyirsə zəhmət olmasa. bildirim. Mən həkiməm, 19 il iş təcrübəm var və həkimlik fəaliyyətim ixtisasçı oftalmoloq olaraq başlamışam, amma 2018-ci ildən sadəcə bir orqanı müalicə etmənin deyil, insana bir bütün olaraq baxmanın daha önəmli olduğunu düşünərək zehin, bədən, hormonlarımız, nevroloji sistem, qidalanmamız, emosional durumumuz, bütün bunlar insanı var edən və xəstəliklərin yaranmasında əsas təsir göstərən faktorlardır və bunlar da təbii ki, xəstəliklər ilk təzahürünü harda göstərir? Bizim daxilimizin təzahürü dərimizdir, ən böyük orqanımızdır və bu qaçınılmazdır. Anti-aging deyəndə də, yaşlanma təbabəti deyəndə də insanlar hər zaman elə düşünür ki, bir krem istifadə eləyim, bir kosmetoloji hər hansısa bir prosedurdan istifadə edeyim və istədiyim effekti, istədiyim gözəlliyi əldə edim və yaşlanmadan qorunum. Bu haqda çox insanlar düşünüb, indiyə qədər çox prosedurlar ediblər. Amma bugün görsək, baxsaq, görərik ki, aşırı çox kosmetoloji prosedurlardan istifadə edən, estetik əməliyyatlara çox müraciət edən insanların üzündə, üz cizgilərində təbiilik qalmır və istədikləri gözəllik anlayışını tam da ala bilmirlər. Bugün də anti-agingin bu qədər aktual olmasının səbəbi məsələ budur. Biz daxildən öz gəncliyimizi, öz gözəlliyimizi bərpa edə bilməsək, xaricdən etdiyimiz estetik prosedurlarla onu tamamlaya bilməyəcəyik. Ona görə də insan bir bütündür, bir bütün olaraq yanaşmaq lazımdır. Qadınlarımızı həmişə yaşlanma qorxudur, yaş almaqdan qorxurlar və biz yaş almamızı durdurmaq üçün həm daxildən, həm də xaricdən özümüzə qulluq eləməliyik. Şümarə xanım, ilk sualıma bununla başlamaq istəyirəm ki, xanımların ən çox maraqlandığı mövzulardan biri budur. Şümarə xanım üçün ən düzgün dəri qulluğu necədir? Ümumiyyətlə biz dərimizə necə qulluq etməliyik? Mənim 41 yaşım var və mən sadəcə başa düşürəm ki, üzümə krem çəkməklə dəri qulluğu bərpa olunmur. Deməli, mənə görə dəri qulluğu nədən başlayır? Hormonal balansı bərpa etməkdən, qidanı düzəltməkdən, bağırsaq mikrobiotasını bir nəzarət edib bir tarazlığa gətirmək, eyni zamanda gözəl yuxu bizim dərimizin qulluğunda ən önəmli 3 faktordur. Bunları etmədən sadəcə kremlərlə o dəri qulluğundan söhbət gedə bilməz. Şümarə xanım, gəlin elə başlayaq hormonal balansdan. Düşünürəm ki, hormonlar qadınlarda daha tez pozulur və özünü daha tez büruzə verir. Məsələn, menstruasiya öncəsi sızanaqlar, dəri yağlılığı və ya bəzi xanımlarda dəri quruluğu müşahidə olunur. Ümumiyyətlə hormonların dərimizə təsiri necədir? Hormonlar birbaşa dediyim kimi dəriyə təsir göstərir və dəri sağlamlığı, dərinin gözəlliyi bizim hormonal balansımızdan asılıdır. Daxildə gedən tarazlığın pozulması üzün dəridə büruzə verir. Və çox elə başa düşür ki, hormonal balansın pozulması 40 yaşdan, 45 yaşdan sonra başlayır. Amma əslində bizdə hormonal pozulmalar artıq 30 yaşdan başlayır. Öz təməlini qoyur. Sadəcə biz onun əlamətlərini 40 yaşdan sonra hiss etməyə başlayırıq. Və buna görə də hormonal balansımızı oturub gözləmək ki, mənim yaşım artsın və sonra fikir verim, qətiyyən doğru deyil. Və nə qədər erkən olaraq öz hormonal balansımızı bərpa edəcəksə, o qədər də biz dəri sağlamlığımızı daha uzun müddətdə edə bilərik. Hormonlar dəriyə necə təsir göstərir? Bu gün mən belə deyim ki, ən çox rastladığım, pasientlərdə gördüyüm tiroid problemləridir. Hipotiroid və hamı da üstünə belə bir metafor deyərək ad qoyurlar, mən Hashimoto'yam və bu şəkildə də müraciət edirlər. İlkin müayinədə sadəcə sual verirəm ki, sizi nə narahat edir, şikayətiniz nədir? Həmişə ilk şikayətim onlara başlayırlar ki, mən Hashimoto'yam.
Mənim müəllimin gözəl bir sözü var. Deyir ki, Hashimoto bir Yapon alimidir və Yapon alimin adını niyə öz adının üzərinə qoymalısan ki? Yəni yaxşı olar ki, öz adımızla özümüzə müraciət eləyək. Metaforlar da nədir? Geyinmək deməkdir. Şəkillərdə görmüsüz. Əgər biz almaya başqa bir meyvənin adını desək, yapışdırsaq onun üzərinə, alma özünü həmin meyvə kimi hiss eləyəcək, düzdürmü? İstər-istəməz o yüklənir insana və biz də öz üzərimizə geyindiyimiz müddətcə hansısa bir xəstəliyi, o xəstəliyi daha dərindən yaşayırıq və bütün hüceyrələrimizə də bu gedir, keçir. Və tiroiddə problem nə baş verir? Tiroid metabolizma zəiflədiyi üçün, hüceyrə metabolizması da zəiflədiyi üçün dəri quruluğu meydana gəlir. Bu insanların hamısının hipotiroid olanları, yəni az işləyən tiroid vəzi, qalxanvari vəzi, o insanların dəriləri quru olur. Solğun olur rəngləri, gözaltıları kölgəli olur. Bunun yaranma səbəbi ilk öncə tiroid hormonunun kifayət edəcək miqdarda olmamasıdır və təbii ki, hormonlarda sadəcə dəriyə bağlı deyil, başqa problemlər də var. Bütün olaraq baxmaq lazımdır. Və yəni biz əgər tiroidimizi balansa gətirməsək, onu yerinə qoymasaq, düzəltməsək, nə dəri quruluğundan qurtara bilmərik, nə də ki, bu solğun dəri digər problemlərdən. Amma burada sadəcə hormonal balansın pozulması deyil, yanaşı gedən vitamin, mineral balansının pozulmasına da nəzarət eləmək lazımdır. Başqa hansı sistem və orqanlarda problemlərin var olduğuna baxmaq lazımdır. Tiroid hər zaman yanaşı gedir bağırsaq problemləri ilə birlikdə. Bu insanların bir çoxunda hamının bildiyi belə qəbizlik problemi bir çoxunda olur. Yəni bağırsaq motorikası yaxşı işləmir, qəbizlik, bağırsaq mikroflorasının pozulması, disbalans, o da özündə başqa problemləri də gətirir. Bu da özünü dəridə biruzə verir. Yanaşı olaraq da qadınlıq hormonlarına, onlara da təsir göstərir və bu da təbii ki, birlikdə balansın daha da dərinləşməsinə, yəni disbalansın yaranmasına, dəridə daha çox problemlərin yaranmasına gətirib çıxardır. Ona görə əgər bizdə hər hansısa bir hormonal problem varsa, hormon əvəzedici terapiya olaraq adlandırdığımız hormonun yerinə qoyulması ilə yanaşı, bizdə hansı həmin vəzin, həmin orqanizmdə pozulan vitamin, mineral balansımız varsa, onları da düzəltmək, yanaşı olaraq mütləq şəkildə qidamıza fikir vermək və yuxunun bərpası da burada önəmli rol oynayır. Sizin dediyiniz sızanaqlar menstrual siklin dönəmlərinə görə dəyişir. Daha çox sikl öncəsi qadınlarda üzündə sızanaqlar yaranır, dəridə yağlılıq artır. Bu da androgenlərin artması ilə bağlıdır. Onları da düzəltmək lazımdır ki, belə problemlər yaşamasınlar. Bu da təbii ki, yenə qida ilə bağlayacağam mən burada. Ona səbəb olan qidalar hansılardır? Məsəl üçün, biz düzdür, süd məhsullarını sevirik, faydalı qidalardır, amma androgenləri artırıcı bir xüsusiyyəti də var və dəridə yağlanma səpkilərin yaranmasına gətirib çıxardacaq. İltihab yaradan qidalar var ki, hansı ki, fast food zəncirində daha çox istifadə olunan, çox qızardılmış qidalar. Bunlar da onları prosesi daha da dərinləşdirəcək. Yaxud da estrogenləri aşağı olan qadınlar. Bununla estrogen bizim dərimizin nəmliliyini bərpa edən bir hormondur. Əgər bizim estrogenimiz aşağıdırsa, deməli dəri nəmliyimiz aşağı olacaq və üzdə nazik qırışlar əmələ gələcək, dəri quru olacaq. Buna görə də hansı problemimiz varsa, ona uyğun şəkildə daxildən müdaxilə olunması çox-çox vacibdir. Elə məhz anti-aging təbabət əslində budur. Çoxu elə başa düşür ki, anti-aging deyəndə gözəlləşmə, səthdən bir dərman verəcək, bir qida əlavəsi qəbul edəcəm qısa olaraq, qidamı heç fikir verməyəcəm və mən anti-agingi etmiş olacam. Belə bir şey yoxdur, kompleks yanaşma lazımdır və hamısını birlikdə etmək lazımdır. Şümarə xanım, elə tiroid xəstəliyindən danışmışkən, mən özüm də tiroid xəstəsiyəm. Tiroiddir, daha sonra PCOS-dur, insulin dirəncliyidir. Bu kimi hormonal xəstəliklər üzümüzdə hansı vizual problemlərə səbəb olur? Məsələn, tüklənmədir, sızanaqların artımıdır, daha geniş, daha dərin qırışların əmələ gəlməsi və s. Bunların ümumiyyətlə səbəbi nələrdir? Deməli, polikistik over sindromu, PCOS bugün gənclərimiz arasında çoxdur. Mənə müraciət edən pasientlərdən də gənc qızlar arasında çox olduğunu görürəm. Ən çox dəridə verdiyi şikayət nədir? Tüklənmə problemidir. Androgenlər yüksək olduğu üçün yağlılıq, səpkilər, kilo almaq çoxdur həmin qızlarımızda və onlarda təbii ki, insulin dirənci də yanaşı olaraq gedir.
Biz hormonal balansı düzəltmədiyimiz müddətcə təbii ki, onunla mübarizə apara bilmərik və ya etdiyimiz kosmetoloji digər prosedurların heç biri effektli olmayacaq. Nə zaman ki biz hormonal balansı bərpa edəcəyik, tam olaraq balans bərpa olunacaq orqanizmdə, o zaman da istədiyimiz effekti alacağıq. İnsulin dirəncinə gələndə isə bu gün insanların bir çoxunda insulin dirənci var və anti-aging deyəndə, anti-aging əslində insulin rezistentliyinin müalicəsi olaraq da yəni etməliyik biz bunu. Niyə? İnsulin yüksək olduğu zaman, şəkərimiz yüksək olduğu zaman qanda, şəkərin bir xüsusiyyəti var ki, şəkərin bir neçə funksiyası var bədəndə. Biri enerji olaraq, yəni ki, bədənə gedir. Digər çox olan şəkər bədəndə hüceyrələrimizə hopur, çökür. Şəkərin o yapışqanlığını görmüsünüz də, karamelləşmə. Və şəkər çökdüyü zaman hüceyrələrə o karamel kimi yapış-yapış olur və biz anti-aging təbabətdə müayinə üsullarından biri hamının bildiyi 3 aylıq qan şəkərinin yoxlanmasıdır. Məsələn, yaşınızı bilmək istəyirsinizsə bioloji, 3 aylıq qan şəkərinizi yoxlayın. Əgər nə qədər o normaldırsa, sizin yaşınız o qədər gəncdir. Yəni siz dəriniz daha gec yaşlanacaq. Nə qədər o yüksəkdirsə, sizin dərinizin yaşlanması o qədər yüksək olacaq. Buna təsir göstərən təsir faktorları qidada sadə karbohidratlar, sadə şəkərlərin çox olması, yanaşı olaraq fast food zəncirində yağ, şəkər unların birlikdə olması, yanmış yağlar, hansı ki tərkibində sərbəst radikallar, zərərli maddələr çoxdur. Onlar orqanizmə daxil olduğu zaman bu halın yaranmasına gətirib çıxardır. Bir nüans da mən sizə bildirim. İnsulin dirəncini çox vaxt elə başa düşürlər sadəcə şəkərlə bağlıdır. Amma bugün bir çox qızlarımızda, qadınlarımızda dəmir azlığı var. Dəmir azlığı, B12 vitamininin azlığı, fol turşusunun azlığı, ümumiyyətlə qan sistemində oksigen daşıyıcı lazım olan, yəni oksigeni orqanizmimizdə daşıyanların azlığı, bu da insulin dirəncinə gətirir. Niyə? Çünki o toxumalarda daim bir hipoksiya olur. Oksigen yoxdur mühitdə, ona görə bu prosesi daha da alovlandırır. Ona görə də bunlar hamısı bir-biri ilə belə sıx bağlıdır. Domino daşları kimi nəzərdə tuta bilərsiniz. Həmin daşlar bir-biri ilə ardıcıllıqla düzülüb, birində problemin yaranması bütün daşları yerindən tərpədir və hamısı çökür. Ona görə də bir problemi, insulin dirənci var deyə sadəcə bir vasitə istifadə etmək və mən bununla insulin dirəncimi düzəldəcəm və ona görə də heç kimdə alınmır, əldə edə bilmirlər. Sistem olaraq yanaşıb vitamin, mineral balansını, yanaşı olaraq həmin insulin dirəncini yaradan səbəbləri aradan qaldırdıqda problem onda həll olunur. Bura yenə qidalanma və yuxu da daxildir. Yuxunu düzəltmədən heç nəyi düzəltmək mümkün deyil. Təəssüf ki, çoxumuz da yuxumuzu yaxşı almırıq. Bəli, yuxuya getmək, yuxu problemi çoxdur. Demək olar ki, bu çox insanda belədir. Telefonla yatmaq. Bu bizim gənclərimizin, elə böyüklərimizin də ən böyük problemlərindəndir. Yaşlı nəslimiz də artıq telefonla çox istifadə eləyirlər və bu da onların səhhətinə təbii ki, ciddi problemlər yaradır, ciddi təsirləri var. Şimara xanım, elə yuxudan danışmışkən bunu da sual vermək istəyirəm ki, sizcə tez yatıb tez oyanmaq, yoxsa gec yatıb gec oyanmaq? Bizim yuxu xronobiologiyamız var. İnsanın detoksikasiya olunduğu saat, bütün hormonların balansa oturduğu bir saat var. 11 ilə gecə 3 arası olan saat aralığıdır. Əgər bu saat aralığını kimsə buraxsa, o zaman hormonal balans pozulduğu üçün baxın, yaş almanı gecikdirmənin ən gözəl vasitələrindən biri elə budur. Yuxunuzu düzəldin, 11 ilə 3 arası mütləq yuxlayın ki, dəri qocalmanızı gecikdirin. Yaxud da sızanaqlar, digər problemlərin qarşısını alın. Amma siz gecə saat 3-də yatıb, səhər saat 11-də, 12-də qalxsaz da, o zaman həmin müddəti itirdiyiniz üçün onu bərpa eləmək mümkün deyil. Ona görə mən deyirəm, tez yatıb, tez oyanmaq. Kiminsə də ki, gecə işi olanda həmişə tövsiyə edirəm ki, saat 11 ilə 3 arası yuxunuzu alın, 3-də qalxın. Əgər ki, gecə iş görmək istəyirsinizsə, işlərinizi həmin vaxt saatına salın. Amma gec yatıb,
gec oyanmayın, yaxud da gec yatıb tez oyanmaq artıq bu da başqa bir təsirlərə gətirib çıxardır və tədqiqatlar var ki, gecə növbəsində işləyən insanlar arasında yaşlanma, xroniki xəstəliklər daha çox rast gəlinir və başqa problemlərə gətirib çıxardır səhhəti ilə bağlı. Ona görə həmin insanların belə deyək ki, işlərini ya müəyyən bir müddət davam etdirməklə sonra dəyişmək. Bilirsiniz, biz hamıya işini dəyiş deyə bilmərik, amma məcburiyyətdən olan vəziyyətlər ayrıdır. Amma normal halda yuxumuzu gecə niyə ki başqa bir işlərlə bölək ki? Birinci ilk öncəliyimiz yuxumuzun bərpası olmalıdır. Burada bir nüansa da toxunmaq istəyirəm ki, bu gün biz müasir bir dövrdə yaşayırıq. Biohacking dediyimiz özünü idarə sistemləri artıq inkişaf edib bütün dünyada. Longevity, anti-agingdə də ən çox bu üsullardan istifadə olunur. Gadgetlərdən. Nədir biohacking? Özünü idarə edikdə əvvəl birinci ağıllı saatlar çıxmışdı, sonra üzüklər çıxıb, sonra brasletlər çıxıb və müxtəlif üsullar var ki, öz yuxuna, öz stresini idarə edirsən. Amma çox stresli insanların da bunu etməsini mən çox tövsiyə etməzdim. Obsessiv bir problemi olan insan, çox takıntılı olan insan da bunu etməməlidir. Çünki orada xırda bir dəyişikliyi görmək onun üçün böyük bir stres yaradacaqdır. Amma hər şey yolunda və eyni zamanda yuxunuza da diqqət eləmək istəyirsinizsə, həqiqətən neçə saat dərin yuxumuzun olduğunu, səthi yuxunuzun olduğunu, nə qədər doğru yuxu siklınızın olduğunu bilmək istəyirsinizsə, bu gadgetlərdən, yəni bunlardan istifadə edə bilərsiniz. Məcburdurmu? Deyil, amma bütün dünyada trenddir. Özünə baxan, anti-aginglə məşğul olan, gənc qalmaq istəyən bütün insanlara baxsaz, bu üsullardan istifadə eləyirlər. Bu gün otağın temperaturu bizim yuxuya getməmizdə əsas rol oynayan faktorlardan biridir. Buna görə də müxtəlif üsullardan istifadə olunur. Dediyim kimi həmin o yorğanlar ola bilər, yaxud da eyni zamanda otağı idarə edən sistemlərdən də istifadə eləyirlər. Ən sadə üsulunu mən sizə deyim. Mən hər zaman pəncərə açıq yatıram. Bu otağın temperaturunu hər zaman tənzimləyir. Ekstra başqa vasitələrə də ehtiyacımız yoxdur. Və bu şəkildə də biz balanslaşdıra bilərik. Qışda da mı? Bəli, qışda da. Çünki evlərimiz onsuz da istidir və biz bir pəncərəni zəif açmağımız otaq temperaturuna çox da böyük təsir etməyəcəkdir. Amma çox isti olsa yuxumuza təsir edəcək. Şimayra xanım, elə stressdən danışdınız ki, yuxumuza təsir edən faktorlardan biridir. Amma belə deyərdim ki, stres artıq həyatımızın, gündəlik həyatımızın ayrılmaz bir parçasıdır və stressə görə bizdə yenə sınaqlar meydana gəlir, dərimizdə qırışlar meydana gəlir. Bəs sizcə xaricdən üzə müdaxilə etməklə biz bu problemlərin qarşısını ala bilərik? Kortizol stres hormonudur. Kortizol nədir? Orqanizmin inkişafı üçün bizim üçün lazımlı olan bir hormondur. Belə deyirəm mən həmişə, bizi oyandıran hormondur. Səhər kortizolumuz yüksəlir ki, biz yuxudan qalxa bilək. Günəş işığı, günəşin çıxması insanda kortizolu qaldıran əsas faktordur. Yəni kortizolumuz qalxmasa biz oyana bilmərik. İlk öncə bunu deyim. Və stres olmasa, mən həmişə bunu deyirəm, insan inkişaf eləyə bilməz. İnsan ümumiyyətlə elə varlıqdır ki, stabillik, düz xətt bizim həyatımızda ola bilməz. Biz bir çox şeyləri alışqanlıq halına gətirsək də öz həyatımızda zaman-zaman dəyişimlər etmək məcburiyyətindəyik. Eynilik insanı yorur və eyniliyin insan orqanizmində yaratdığı mənfi təsirlər, fəsadlar dəyişkənliyin yaratdığından daha çoxdur. Ona görə biz eyniliyə deyil, dəyişməyə, dəyişikliyə açıq olmalıyıq. Stres də sadəcə bizə, həyatımıza bunu anlamalıyıq ki, bizi dəyişmək üçün gəlir. Amma stresə yanaşmamız necə olmalıdır? Stres keçmişdə nə olub? Bir vəhşi heyvan ovlamaq üçün çıxıb belə deyək ki, mağaradan insan və onun arxasınca qaçıb. Əgər o vəhşi heyvan onun arxasınca qaçırdısa insanın beynində sadəcə bir şey var idi, qaç, qurtul. Və qaçıb qurtulmalı idi. Və biz hər dəfə, siz düşünün ki, stresimiz olduğu zaman beyndə sadəcə bir şey yanır, qaç, qurtul. Və bu kəskin bir hal olanda müəyyən bir müddət davam edir, dayanır. Amma siz fikirləşin ki, bizim qorxularımız, bizim öz-özümüzə yaratdığımız təşvişlər,
narahatlıqlarımız, bunlar hamısı orqanizm tərəfindən stress olaraq qəbul olunur. Biz stress deyəndə sadəcə elə düşünürük ki, mən hirsləndim, əsəbləşdim və işdə, evdə yaxud da kənarda belə bir nüans oldu və mən stress keçirdim. Bu stress deyil. Bizim daxili stressimiz xarici stressimizdən daha çoxdur. Və bir tədqiqat aparılıb. Bu gün dünya üstündə yaşayan insanların çox hissəsi deməli bizim beynimiz 3 hissədən ibarətdir. Beynimizin var bir limbik sistemi, bir var orta beyin dediyimiz hissə, bir də var beyin qabığı dediyimiz hissə. Ən belə deyək ki, ən birinci yaranan beyin sürünən beynidir və yaşamaq instinktlərini idarə eləyir. İkinci hissə artıq qorxu, həyəcan, digər hissəni. Üçüncü hissə isə ali beyin qavrama, yəni durmaq, düşünməni belə deyək ki, əsas hissəsini götürür. Və bu gün yaşayan insanların çoxu həmin o üçüncü beynindən çox az istifadə edir. Niyə? Biz hamımız baxsaq qaça-qaçla yaşayırıq. Səhər açılır və axşama qədər hamı qaçır. Mən bəzən dayanıram işıqforda və baxıram insanlara. Maşınlar tələsir, qaçır. Bir-birinə yol vermirlər. Və insanlara baxıram, insanlar qaçır. Uşaqdan böyüyə qədər hamı, yaşlısı da. Heç birimiz bir durub düşünmürük ki, mən bu gün nə edirəm? Mən bunu niyə edirəm? Sanki avtomatikləşdi Və bir şey. avtomatikləşib, ona görə də düşünmə çox azalıb və biz düşünmədiyimiz üçün durub. Kortizolumuz həmişə yüksək səviyyədədir. Və bu gün kortizolu yoxlayan bir çox müayinə üsulları var. Mən məsələn hər kəsə anti-aginglə bağlı kimsə maraqlanırsa, tövsiyə edərdim. DAC test dediyimiz belə bir test var. Sidikdə yoxlanılır, quru sidikdə yoxlanılan bir testdir. Qanda kortizolu yoxlamaq düzgün deyil. Niyə? Biz səhər yuxudan qalxdıq, gedirik laboratoriyaya. Biz lifti gözlədiyimiz zaman stress keçirə bilərik, yolda stress keçirə bilərik və həmin anlıq kortizolumuz bizim düzgün nəticəmizi verməyəcək. Bizə lazımdır gün ərzində mənim kortizolum necə olub və həmin bu quru sidikdə adlandırdığımız müayinə üsulu kortizolun və eyni zamanda orada sadəcə kortizola deyil, bütün hormonların metabolitlərinə baxılır. Gün ərzindəki bizim kortizolun qrafikini verir. Bu qrafik əslində necə olmalıdır? Səhər yüksək, gün ərzində də dəyişkən formada olmalıdır. Azalıb qalxma və axşam da kortizol axşam düşməlidir ki, insan rahatlasın. Bu gün bir çox insanlardan eşitdiyim gün ərzində yuxuluyam, amma doktor gecə yata bilmirəm. Deməli bu insanın gün ərzində kortizolu aşağı olur, gecə kortizolu qalxır. Ona görə yata bilmir. Amma gecə kortizol qalxırsa nə edir? Kollageni dağıdır. Ona görə də dəri problemləri yaşayırıq, səpgilər yaşayırıq və biz buna görə kortizolumuzu balanslaşdırmağı öyrənməliyik. Bunu həm nəfəs terapiyaları var, onların vasitəsilə, eyni zamanda da kortizol hormonal balansını necə balansa gətirə bilərik? Qida ilə, yuxu ilə, bütün bunları öyrənərək etməyə hər kəsə tövsiyə edirəm və bu gün əslində bu bayaq mən sizə dediyim yuxunun idarəçiliyi üçün istifadə olunan gadjetlər bəzən bizə fərqində olmadığımız stressimizin bəzən yüksəldiyini göstərərək də dayanıb düşünməmizə köməklik eləyir. Məsələn, telefonumuzda görə bilərik ki, siqnal gələcək ki, bu gün çox stresslisən və onlar stres durumuna da baxırlar və dayan. Orada daxil olduğunuz zaman siz proqrama sən nəfəs terapiyası verir. Bir nəfəs hərəkəti göstərir ki, indi dayan, nəfəs al, ver, yoxla, stressin düzəlsin, sonra həyatına davam elə. Yəni bunlar çox önəmlidir və keçmişlə həmişə müqayisə edirlər indiki insanı, məsələn bizim nənə-babalarımızla indiki gəncləri müqayisə edirlər ki, niyə o vaxtı onlar yeyirdilər, onlar da qidalanırdılar, bunu edirdilər, onu edirdilər, onlarda niyə problemlər yaranmırdı, bu gün yaranır? Çünki onların bugünkü kimi qaça-qaçı yox idi. Bugünkü stressləri yox idi və ona görə də onlar qidada olan bir neçə yanlışlar onlara mənfi təsir göstərmirdi. Amma biz bu gün hər şeyə fikir vermək məcburiyyətindəyik. Elə mən də istəyirdim ki, söhbətimiz qidalanmaya gəlsin. Deyilənə görə dəri sağlamlığının 50% bizim qidalanmamızdan asılıdır. Sizcə bu nə dərəcədə düzgündür?
İnsanın yeganə enerji aldığı vasitə qidadır. Biz hardan enerji alırıq? Qidadan. Başqa enerji aldığımız bir yer varmı? Yox. Qida əlavəsi qəbul edirik, o da qidadır. Qidanı qəbul edirik, suyu qəbul edirik. Yəni başqa insanın enerji aldığı bir yer yoxdur. Deməli bu da dəriyə təsir göstərir. 50% deməzdim, amma təsiri böyükdür. Çünki metabolizmin pozuntuları, hormonal balans pozuntuları, onlar da qidadan asılıdır deyə ümumiləşdirsək, daha çox hissəsinin qidadan asılı olduğunu deyə bilərik. Amma bu o demək deyil ki, sən gün ərzində 3 litr su içməlisən ki, dəri nəmliliyin bərpa olunsun. Bəli, su bizə lazımdır, amma elə insan var ki, o gündə 3 litr su içməməlidir. İçdiyimiz suyun keyfiyyəti də burada önəmlidir. pH-ı nə qədərdir? Hər su dərinin nəmliliyini bərpa eləmir. Hər su bədənin qələvləşdirici təsir göstərmir. Ona görə də biz bir şeydən çox yəni belə deyim də, bəzən görürəm ki, mən sosial mediada, müxtəlif yerlərdə bir vitamini daha çox abartırlar, bir qidanı daha çox abartırlar. Sən məsələn bu qidanı yesən, bu xüsusiyyətlər olur. Elə bir şey yoxdur. Orqanizm tam işləyir. Ona görə də su da lazımdır, qidalar da lazımdır yanaşı olaraq. Suyun da tərkibi çox-çox önəmlidir dediyim kimi. pH-ı daha çox 9-10 arası olan suları almağı tövsiyə edirəm dəri nəmliliyini bərpa eləmək üçün. Gün ərzində də 3 litr su hamıya aid deyil. Sənin fiziki gün ərzində aktivliyin hansı yerdə? Bütün günü oturan insanla fiziki aktiv olan insanın su ehtiyacı eyni deyil. Yaşlı insanla gənc insanın su ehtiyacı eyni deyil. Hamilə qadından körpə uşağın su ehtiyacı eyni deyil. Ona görə də ümumiləşdirmək, ümumiyyətlə ümumi mesajların mən çox da tərəfdarı deyiləm. Qida önəmli rol oynayır, amma hər kəsə görə fərdi xarakter daşıyır. Şimarə xanım, ümumiyyətlə qidanın dəriyə təsiri ilə bağlı bir çox miflər və reallıqlar var. Və sizin eşitdiyiniz miflər hansılardır? Hansı ki, bunun heç bir düzgün elmi açıqlaması yoxdur. Miflər qida ilə sırf bağlı hansı miflər var ki, Bəli. onların heç bir elmi. O birinci ilk dediyim 3 litr su vurğuladığım həmin o hamıya aid deyil və elə insanlar var ki, 3 litr su içir, amma dərisi yenə də qurudur. İkinci yağla bağlı yaranan miflərdir ki, yağlı qidalanma ümumiyyətlə dəri üçün zərərlidir. Bu da yenə hamı üçün uyğun deyil. Yağ bizim olmazsa olmazımızdır. Hormonlarımız üçün Xüsusən yağ də xanımlar üçün. bəli önəmlidir. Amma androgenləri yüksək olan insanlar, bəli, onlar çox yağlı yeməməlidir. Amma androgenləri normal səviyyədə olan bir insanın günlük yağ ehtiyacını mütləq qarşılamalıdır. Ona görə də yağdan qorxmalı deyilik. Amma hansı yanlışlar dəri problemlərinə gətirir? Çox qızdırılmış yağlar, çox işləmdən keçirilmiş məhsullar. Elə bu işləmdən keçirilmiş məhsullardan söhbət düşmüşkən bir nüansı da sizə demək istəyərdim. Bu yaxınlarda mənim bir paylaşımım olmuşdu öz səhifəmdə, kreatin və protein tozu ilə bağlı və altında bir belə deyək ki, kommentdə yazıblar ki, yəni siz niyə kreatin və protein tozunu təbliğ edirsiniz? Mən təbliğ etmirəm. Bu ümumi bir informasiyadır və bu gün işlənmiş bütün məhsullar protein və kreatin kimi onlar da işlənmiş məhsullardır. Sözüm nəyədir? Sözüm uzun müddət qalma müddəti olan südlərə, uzun müddət saxlama müddəti olan digər qida məhsullarına, kalbasa, sosiska və s. qutularda olan bütün məhsullar hamısı işlənmiş məhsullardır. Protein tozu, kreatin də işlənmiş bir məhsuldur, amma tərkibində nəyin olduğunu konkret olaraq bilirik. Və əgər ki, bir insan gün ərzində ehtiyacı olan proteini qəbul eləyə bilmirsə və onun ehtiyacı olan miqdarda kənardan qida əlavəsi kimi onu qəbul etməyin ona çox da böyük bir mənfi təsiri olmayacaq. Təbii ki, mən də qidadan almanın tərəfdarıyam. İlk öncəliyimiz qidadan qarşılamaqdır. Amma kimsə qarşılaya bilmirsə, davamlı olmamaq şərti ilə zaman-zaman almalıdır. Çünki proteinlər amin turşuları bizim olmazsa olmazlarımızdır. Bədənin qurucu əsas
materiallarıdır və biz onu qəbul etmiriksə, deməli biz bizim əsas belə deyək ki, bədənin qurucu materialını almırıq deməkdir. Və bu gün də mən gənc qızlarda onu çox görürəm. Çünki gənc qızlar, elə yaşlılarda proteindən daha çox karbohidrat qəbul edirlər qidada. Protein əksikliyi fonunda həmin insanlarda problemlər yaranır. Biz də bunu təbliğ eləməliyik ki, insanlarımız proteini artırsınlar qidada. Qida olaraq artırsınlar. Qida olaraq qəbul eləyə bilmirsə, kiçik porsiyalar şəklində, kiçik dozada kənardan qəbul etmənin mənfi təsiri olmayacaqdır. Amma davamlı, hər gün olmamaq şərti ilə, yəni bunu ömürlük həmişə bu şəkildə qəbul etməlidir mən demirəm. Zaman-zaman doğru mütəxəssislə müzakirə edərək, ona təyin olduğu şəkildə ona heç bir mənfi təsiri olmayacaq. Şimayra xanım, elə protein tozundan danışmışkən mənim üçün maraqlı olan bir şey soruşmaq istəyirəm sizdən. Xarici səhifələrdə, idman səhifələrində görürük ki, gündəlik olaraq protein tozudur, kreatindir. Bundan gündəlik olaraq istifadə edirlər və hətta 1-2 skop istifadə edilir. Sizcə bu nə dərəcədə düzgündür? Dediyim kimi daha çox ilk öncəliyimiz qidadan almaqdan söhbət gedir. Amma gün ərzində qidadan tam olaraq qarşılaya bilmiriksə, qida əlavəsi şəklində də qəbul edə bilərik. Amma bunu davamlılıq dediyim nədir? Yəni hər ay deyil. Məsələn, bir ay istifadə eləyə bilərsiniz, ara verə bilərsiniz. Yenə bir ay istifadə eləyə bilərsiniz, ara verə bilərsiniz. Bayaq mənim vurğuladığım prinsip, eynilik prinsipi insan üçün məhvedici rol oynayır. Eyni məhsulu, eyni qidanı, eyni qida əlavəsini davamlı istifadə etmək olmaz. Anladım, çox sağ olun. Zaman-zaman sadəcə çatışmazlığı, əksikliyi bərpa edəcək səviyyədə olmalıdır. Müalicə müddətlərində qəbul olunmalıdır. Ola bilsin çox yaşlı bir insandır, mədə bağırsağının mənimsənilməsi sıfırın, yəni çox zəifdir və bu adam heç cür ət yeyəndə ona mənimsənilmir və bu adamın proteini ehtiyacı var, o qəbul eləməlidir. Çünki proteini ala biləcək başqa yeri yoxdur. Başqa bir vasitə yoxdur. Amma sağlam həzm sisteminə sahib olan bir insan niyə sadəcə protein tozundan istifadə eləsin ki? Bu bizim təbii ki, həzm sistemimizə də mənfi təsir göstərəcək zamanla, eynilik prinsipi ilə. Ona görə dəyişərək müalicə müddətlərində zaman-zaman azaldığı zaman hiss eləyəndə ki, proteinimiz azalır və mən qəbul eləməliyəm, həmin müddətlərdə qəbul edə bilərlər. Şimayra xanım, bəs mənim üçün bir şey də maraqlıdır ki, biz hardan bilə bilərik ki, bizdə protein azlığı müşahidə olunur? Saç tökülməmiz varsa, dəri quruluğumuz varsa, vitamin, mineral çatışmazlığı əlamətlərimiz varsa və dərimizə toxunduğumuz zaman dərimiz yumşaqdırsa, dəri turqoru zəifdirsə, sonra və biz müayinə edirik bunu necə? InBody aparatına çıxanda görürük ki, orada bizim yağımız nə qədərdir, bizim bədəndə olan belə deyək ki, əzələ kütləmiz nə qədərdir. Bu da bizə göstərir ki, bizim bədənimizdə protein azlığı var. Çoxu elə başa düşür ki, vitamin, mineral qəbul eləməklə vitamin, mineral balansını bərpa edəcək. Amma orqanizmdə vitamin, mineralı daşıyanlar proteinlərdir. Bizim daşıyıcımız olmasa, nə qədər vitamin, mineral qəbul eləsəz də, o tam gedib yerinə çatmayacaq, belə deyək. Ona görə də əgər proteinimiz aşağıdırsa, birinci onu bərpa eləməliyik. Bunu ya qida ilə eləməliyik mütləq şəkildə, ya da bugün kollagendən istifadə eləyirlər. Məsələn, kollagen haqqında da fərqli fikirlər var ki, qəbul edəkmi, etməyəkmi? Mənə də çox suallar olur bu haqqda. Ən azından bilin ki, kollagen qəbul eləyəndə kollagen nədir? Tərkibində amin turşuları var. Mədə turşuluğunda kollagen parçalanır amin turşularına. Ehtiyacımız olan amin turşusunu alırıq. O da kollagen sintezinə gedir bədəndə işlənir. Amma bizim həzm sistemimiz yaxşı işləmirsə, bu zaman kollagen mənimsənilməsindən söhbət gedə bilməz. Amma bunu ilk öncə başa düşək ki, kollagen şəklində bədənə mənimsənilə bilməz. O xırda parçalanmalıdır amin turşularına. Daha xırda molekullar şəklində mənimsənilə bilər. Ondan sonra bədəndə kollagen sintezinə səbəb ola bilər. Deməli, bizim vitamin, mineral
əksikliyimiz, çatışmazlığımız varsa və onun əlamətləri varsa, hormonal disbalansın yaranmasında da protein azlığı rol oynayır. Ona görə də protein çox-çox önəmlidir və mən həmin yəni ki, videonu çəkəndə boşuna çəkməmişəm. Bunu ona görə sırf 40 yaş üzəri xanımlara vurğulayaraq belə deyək ki, mesaj vermək istədim ki, proteininizə yəni fikir verin. Gün ərzində mütləq qəbul eləməlisiniz. Koqnitiv funksiyalar bu gün unutqanlıq bir çoxda var. Cavanlarda da var, böyüklərdə də daha çoxdur. Onun da yaranma səbəblərindən biri proteinin aşağı olmasıdır. Yəni bir çox şeydə rol oynayır. Şimarə xanım, proteindir, sinkdir, daha sonra digər qida əlavələridir ki, bəzi insanlar bunu öz başına istifadə edirlər. Yəni heç həkimlə məsləhətləşmirlər. Çünki düşünürlər ki, bunlar zaten qida əlavələridir. İçsəm nə olar? Sizcə bu düşüncə düzdürmü? Mənə əlində bir listlə gələn pasientlər çoxdur. Hansı ki, artıq istifadə edirlər bir çox qida əlavələrindən. Mən bir çoxunu saxlayıram həmin insanların. Rasiondan çıxardıram, belə deyərdim. Özlərinə lazım olan da var, olmayanlar da var, qəbul eləyirlər. Ona görə də hər zaman paylaşımlarımda mən ona fikir verirəm ki, konkret bir məhsulu üstündə durmayaq və hansısa bir məhsul, hansısa bir vitamin haqqında məlumat verməyək. Çünki biri üçün müsbət olan digəri üçün mənfi təsir göstərəcəkdir. Sinkin çoxluğunu da çox rast gəlirəm mən müayinələrdə və bu da öz başına elə qəbulların nəticəsidir. Selenin çoxluğunu çox görürəm mən bir müayinələrdə. O da öz başına istifadənin bir digər göstəricisidir və onların çatışmazlığı qədər bədəndə artıqlığı da problemlər yaradır və bu da bizim üçün zərərlidir. Bunu unutmamalıyıq. Hər bir vitaminin, mineralın bir var profilaktik dozası, günlük qəbul edilən dozası. Bir də var müalicəvi dozası. Müalicəvi dozanı həkim təyin eləyir. Amma gündəlik profilaktik dozanı düşünürsə həmin insan, bu qədər mükəmməl bilirsə ki, qidamda heç yoxdur, qəbul eləyə bilər. Amma qidada qəbul eləyəcəyindən artıq miqdarda özündə çatışmazlıq olduğunu düşünərək yüksək dozalarda qəbul etməməlidir. Bu elə bütün hamısına aiddir. Müalicəni həkim təyin eləyir. Şimarə xanım, son zamanlar xanımlarımız pəhrizə çox meyllənirlər və populyar olan bir neçə pəhriz növü var ki, bu həqiqətən də bəzilərində işə yarayır. Məsələn, keto diyetlərdir, şəkərin tamamilə kəsildiyi diyetlərdir, 21 günlük şəkərsiz qidalanma və s. Sizcə bu dəri elastikliyinin itirilməsində, bu qədər tez çəkinin verilməsi dəri elastikliyinin itirilməsinə gətirib çıxarır? Ümumiyyətlə, monotip qidalanmaya insanlar çox maraqlıdırlar. Yəni, eyni tipli qidalanma. Və mən məsəl üçün həmin pəhrizlərin çoxsunun tərkiblərinə baxmışam. Belə adı elə qoyulur, amma tərkibinə baxdığımız zaman nə protein yoxdur, sadəcə salatdır, çox aşağı kalorili qidalanmadır. Əslində onların etdikləri aşağı kalorili aclıq növlərindən biridir. Yəni aclığın müxtəlif növləri var. Onlarından biri də aşağı kalorili qidalanmadır. Yəni bunu smuzilər şəklində də eləyə bilərlər, salatlar şəklində də eləyə bilərlər. Və mən həmin o menyularını görəndə həmişə deyirəm ki, yəni normaldır da, kalori qısıtlaması verdiyin zaman sən çəki verəcəksən. Amma nə qazanacaqsan çəki verməkdən əlavə sağlamlığında bəzi mənfi nüanslar, itkilər olacaq 100%. Çünki əzələ itkisi olur onların çoxsunda, saç tökülmə olur hədsiz dərəcədə, onun dəri quruluğu, dərinin nəmliliyinin aşağı düşməsi, nə olsun ki, çoxlu vitaminli salatlar yeyiblər, nə olsun ki, vitaminli smuzilər qəbul ediblər. Proteinsiz qətiyyən olmaz. Və yağ yoxdur heç birində. Bizim hormonlarımız yağsız işləmir. Biz yağ mütləq qəbul etməliyik. Digər sizin saydığınız pəhrizlərə baxdıqda keto pəhrizindən söhbət düşdü. Keto pəhrizi əslində arıqlamaq üçün hazırlanan bir pəhriz növü deyil. Keto pəhrizi epilepsiyadan əziyyət çəkən uşaqların, insanların istifadə elədiyi bir pəhriz növüdür. Orada iş prinsipi sadəcə enerjinin ketonlardan, yağdan alınması, şəkərdən alınmamasıdır. Yəni hüceyrə
enerjini ketonlardan alınır, ketozu artıraraq. Bunu da həkim nəzarəti olmadan öz başına etmək olmaz. Bəzi insanlarda mənfi təsirlər də göstərə bilər və orada istifadə elədiyimiz yağlar da çox önəmlidir. Məsələn, keto pəhrizi edib yağını artıran, amma zərərli qidalar qəbul edənlər var. Ona görə də bu çox individual, fərdi yanaşılmalı bir prosesdir və hər kəsə şamil oluna bilməz. Ümumiyyətlə dünyada elə bir pəhriz növü yoxdur ki, hamı o pəhrizi istifadə edib sağlam ola bilər. Belə bir göstəricisi olan pəhriz növü yoxdur. Ən yaxşıya yaxın Ağdəniz belə deyək ki, dietası pəhrizi götürülür. O da 80% insanlara şamil olunur. Yəni bu belə 20% hamıya aid deyil. Siz baxın ki, biz hamımız müxtəlif fərqli coğrafi ərazilərdə yaşayırıq. Azərbaycanda yaşayan insanla Afrikada yaşayan insanın necə pəhrizi eyni ola bilər? Yaxud Amerikalı ilə Azərbaycanlının pəhrizi necə eyni ola bilər? Və istər hormonlarla bağlı, istər qida əlavələri ilə bağlı həmişə suallar veriləndə, tədqiqatlardan misallar gətiriləndə mən sual verirəm ki, tədqiqat hansı əhali üzərində aparılıb? Biz Azərbaycanlıyıq, yəni bunu unutmamalıyıq və bizə təsir göstərən təsir faktorları ilə Amerikalıya təsir göstərən təsir faktorları kənardan eyni deyil. Eyni məhsul onunla mənə eyni təsir göstərməyəcək. Və bəzən yanlış anlayırlar. Mütəxəssis praktik biliyi olan, praktik belə deyək ki, çox işləyən insanlara müraciət eləməyi mən tövsiyə eləyərdim insanlarımıza. Bu demək deyil ki, yeni başlayanlar pisdir. Yeni başlayanlar praktik olaraq hələ belə deyim ki, öyrənməlidirlər. Praktik savadlarını hələ inkişaf etdirməlidirlər. Mən də gənc olmuşam. Gənc olanda mən elə bilirdim ki, nəzəri biliklərim çoxdursa, mən çox ağıllıyam və mən hər şey edə bilərəm və etdiklərimin hamısı da işə yarayır. Amma işlədikcə görürsən ki, xeyr. Onlar öyrəndiklərin, bildiklərinlə praktikada gördüklərin heç də bir-birinin üstünə düşmür. Buna görə də sadəcə inandıqları mütəxəssislərə müraciət eləsinlər. Qida əlavəsi qəbul edərkən belə qulaqdan eşitmə, kənardan, sosial mediada kiminsə reklamı ilə hər hansısa bir məhsulu alıb öz həyatlarına daxil eləməsinlər. Bura elə pəhrizlər də aiddir və mənim ən sevmədiyim, mən bu pəhrizlə 40 kilo yaxud da bu qədər kilo vermişəm, gəlin bu pəhrizlə mən də sizi arıqladım deyə insanlara müdaxilə etməkdir və bu qruplara daxil olan insanların bir çoxu da məyusluq halı yaşayır ki, necə oldu o 40 kilo arıqladı, mən verə bilmədim və bu da həmin insanlarda psixoloji travmalar yaradır. Bir insanın 40 kilo verməsi hər hansısa bir pəhrizlə onun fərdiliyidir. Bu hamıya aid deyil. Başqalarında elə problemlər ola bilər ki, o çəkini həmin proqramla o verə bilməz və biz bu şəkildə başqalarına psixoloji mənfi təsir etməməliyik. Piylənmə, artıq çəki bugün çox aktualdır, bugün çox yayılıb. Onunla mübarizə aparan bütün üsullar, hansı üsulun növündən asılı olmayaraq hamısını dəstəkləyirəm. Amma hamı üçün deyil. Fərdilik çox-çox önəmlidir. Doktor, bəs bu qədər aşağı kalorili dietalar etməklə, yəni paralel olaraq qida əlavələri edib yaxşı nəticə almaq mümkündürmü? Yox. Qətiyyən. Qətiyyən. Ona qaçmayın. Gələcəkdə zaten olacaq o. Bir nə qədər təbii qida var, çalışın onları yeyin. Doktor, bir şey də mənə maraqlıdır ki, bizim xanımlarımızın dieta saxlamağının ən böyük səbəbi bəzən artıq çəki olmur. Sadəcə məsələn öz bədənlərində sevmədiyi bir hissəni arxatmaq olur. Məsələn, qarın nahiyəsini, ayaq nahiyəsini və ya qol nahiyəsini. Sizcə bu dietalar ilə bölgəsəl arıqlama mümkündürmü? Biz necə deyə bilərik ki, bədənə sən aşağı kalorili qidalan və get qol arıqlasın, qarın arıqlasın. Yəni bu
mümkün deyil. Kaş olardı. Amma bizdə piy harda varsa, çəki də oradan gedir. Əgər sizdə artıq yığılan piy toxuması qolda, qarın nahiyəsində, başqa yerdədirsə, davam eləsəz, təbii ki, burada fiziki aktivlik də önəmlidir. Hamısı birlikdə olmalıdır. Qidalanma, fiziki aktivlik, hormonal balansı bərpası. Çünki həmin piy yığıntılarının səbəbi də hormonal pozğunluq nəticəsindədir. Yəni bu da elə belə deyil. Biz bunları düzəltdiyimiz zaman bəli, mümkündür. Həm hormonal balansımızı düzəldirik, həm qidalanmamızı, həm fiziki aktivliyimizi, yuxumuzu xüsusilə vurğulayıram. O zaman həmin bölgəsəl arıqlama mümkün olur. Amma elə insanlar da var ki, bu gün hər hansısa bir estetik prosedur keçirib, əməliyyat keçirdib, həmin insanların həmin nahiyədən qidalanma ilə, yəni ki, kilo verməsi mümkün deyil. Liposaksiya əməliyyatı olunubsa, yəni biz Digər nahiyələrdən artıq. yəni həmin nahiyəyə əgər ki, yağ toplansa, yaxın yerlərinə daha çətindir həmin insanların kilo verməsi. Nəinki heç bir prosedur etməyib, normal çəkili insandır, həmin sadəcə bir neçə yerində. Mən deyərdim ki, mənə bəzən normal çəkidə olan xanımlar da müraciət eləyirlər ki, yağ faizləri biraz çoxdur, əzələləri azdır. Biz həmin insanlarda balans yaradaraq əzələni artırıb yağı azaltmağa çalışırıq. Bunu bacardığımız zaman daha fit görünüş əldə eləyir. Amma çoxu düşünə bilər ki, məsələn, 52-53 kiloqram çəkidə olan biridir. Yəni bu niyə pəhriz saxlasın? Amma bədənə yoxladığımız zaman InBody aparatı ilə görürük ki, orada artıq çəki çıxır. Niyə? Çünki bədən yağ faizi yüksəkdir. Əvvəllər belə bir anlayışdan istifadə olunurdu. Bədən kütlə indeksi anlayışından. Boy və çəkiyə görə insana deyirdilər ki, səndə artıq çəki var, yoxsa yoxdur. Bu gün o anlayış özünü doğrultmur. Düzgün deyil. Ona görə ki, bizim bədən yağ faizimiz daha önəmlidir, nəinki bədən kütlə indeksimiz. Bədən kütlə indeksimiz çox ola bilər bədənin əzələsi hesabına. Bu demək deyil ki, sən artıq çəkidən əziyyət çəkirsən. Amma bədən kütlə indeksi normal olub, bədən yağ faizinə görə artıq çəkili olan çox sayda insanlarımız var və həmin qızlar da dediyim şəkildə, yəni kişi də ola bilər, qadın da ola bilər, qızlar da ola bilər. Əzələ kütləsini artırıb biz yağını azaltmağa çalışırıq. Elə bu yerdə bir nüans da demək istəyərdim ki, biz 40 yaşına qədər həmişə pluslar gəlirsə, 40-dan sonra minus, yəni itirə-itirə gedirik belə deyək. Və mən hər zaman deyirəm ki, xanımlara 40 yaşınıza qədər maksimal dərəcədə öz əzələrinizi qorumağa çalışın, artırmağa çalışın. Çünki 40 yaşdan sonra itirmək daha rahat olacaq onu və biz 40 yaşdan sonra qazandığımızı heç olmasa qorumağa çalışaq. Və 40 yaşdan sonra da protein ehtiyacımızın artmasının səbəblərindən biri elə məhz budur. Şümarə xanım, sağlam qidalanmağa çalışan xanım və bəylərimiz çoxdur və hansı ki, onlar iş mühitində işləyirlər və iş mühitindədirlər deyə qidaları evdə hazırlaya bilmirlər və onlar başvururlar dietik yeməklər təqdim edən catering şirkətlərinə. Sizcə bu nə dərəcədə düzgündür? Çünki catering şirkətləri individual yanaşmır və hər kəsin eyni tipdə qidalanmağı düzgündürmü? Toplu şəkildə qidalanmaya xidmət edən şirkətlərin əleyhinə deyiləm. Bizim gün ərzində qəbul edəcəyimiz karbohidrat, zülal və yağ dəyərinə uyğun şəkildə göndərə bilər. Amma burada dediyiniz kimi fərdilik yoxdur. Ümumi olaraq sağlam qidalanmaya fikir verən, öz sağlamlığını düşünən insanlar bəli, istifadə edə bilərlər. Amma fərdi olaraq onlara tərkibində olan hansısa qidalarda fərdilik anlayışı yaratmaq istəyirlərsə, onlar məsəl üçün istifadə edə bilərlər nədən? Özlərinə uyğun olub olmadığını düşündükləri qidaları yaxud da bir mütəxəssisin yardım alaraq, ondan götürərək ki, hansı qidalar olar ona, hansı qidalar olmaz. Buna uyğun catering şirkətinə müraciət edərək sırf ona uyğun qidalanma hazırlanmasını da istəyə bilərlər və bütün catering şirkətləri də bu tərzdə çalışırlar onsuz da. Onlar toplu şəkildə də verirlər özlərinin hazırladıkları, amma fərdilik xarakterinə uyğun olaraq da bu şəkildə işləməyə çalışırlar. Əleyhinə deyiləm, ona görə ki, indi bir çox xanımlarımız işləyir və evdə yemək bişirmək çox daha azdır.
bu gün reallığına baxdığımız zaman, ona görə də günlük ehtiyacımız olan qidanı tanıdığımız, bildiyimiz, təmiz hazırlayan niyə də belə şirkətlərdən əldə etməyək? Şümarə xanım, genetikamıza uyğun diet, yaşlanma, necə olur ümumiyyətlə? Mən sizin səhifənizdə görmüşdüm ki, deməli, sizdə genetik test veririk və Bəli. konsultasiyadan keçirik Bəli. və buna uyğun olaraq siz bizə artıq Ona uyğun şəkildə uyğun şəkildə pərhiz pərhiz veririk. verirsiniz. Bu genetik polimorfizmlərdir. Ümumiyyətlə genetik polimorfizm olmayan insan yoxdur və biz bununla da bir-birimizdən fərqlənirik. Bu bizə fərdilik xüsusiyyəti daşıdır. Ona görə də bu gün bir çox qida ilə bağlı, qidalanma ilə bağlı müayinə üsulları var, tolerantlıq testləri var, immunoqlobulin geni yoxlayırlar, yəni qidada və müxtəlifdir. Qidada iltihab yaradan xüsusi olaraq həmin insanda yaradan qidaları çıxardırlar. Amma nutrigenetika, epigenetika elmi sırf sizə uyğun olaraq, sizin genetik kodunuza uyğun olaraq sizə uyğun qidaların hansılar olub-olmadığını göstərir. Bu da hansı mexanizmə əsaslanır? Bizim bədənimizin bir funksiyaları var. Detoksikasiya funksiyamız var, metilləşdirmə, daha alt biokimya funksiyalarını deyimsə, onların da hər bir işində iştirak edən fermentlər var. Bu fermentləri genetik olaraq kodlayan bizim genetik kodlarımız var. Onlarda polimorfizm olduğu zaman bizim həmin fermentin işləməsinə ehtiyacımız çoxaldığı müddətdə o kod özünü yoxmuş kimi göstərir. Bu da bizdə müəyyən bir halların, xəstəliklərin meydana gəlməsinə gətirib çıxardır və biz qida ilə və yaxud da eyni zamanda həmin o testdə bizim bir çox vitamin, minerallarımızın nə qədər bizim bədənimizdə metabolizə olub-olmadığını da görürük və buna görə də məsəl üçün qida əlavəsi qəbulu da buna əsasən aparılır. Kurs müalicələr şəklində ildə 3 dəfə, 4 dəfə, məsələn 1 ay, 2 ay, 3 aylıq kurslar şəklində həmin vitamin mineralları qəbul edərək onların çox da çatışmazlığı aşağı düşdüyü halları yaşamırıq, defisitlərini yaşamırıq. Bu da bizə bir kəskin stres keçirdiyimiz zaman, hər hansısa bir xroniki kəskin infeksiyon, xroniki yox, kəskin infeksiyon xəstəlik keçirdiyimiz zaman bizim vəziyyətdən çıxardır. Yəni biz çox defisit yaşamadığımız üçün, artıq öncədən onu özümüzdə doldurduğumuz üçün xəstəliyi daha rahat atladırıq. Amma bu o demək deyil ki, biz xəstələnmirik. İnsanlar elə başa düşür ki, vitamin, mineral edirsənsə özünə və orqanizmi möhkəmləndirən müalicələr alırsansa, sən heç bir infeksiyon xəstəliyə yoluxmayacaqsan, sən heç əsəbləşməyəcəksən, heç nə baş verməyəcəksən həyatda. Bu mümkünsüzdür. Sadəcə olaraq həmin proses zamanı daha yüngül keçirmənə köməklik göstərəcək və bu halda da bizə köməklik edən həmin müayinə üsullarından biri həmin o nutrigenetik, epigenetik testi çox genişdir o. Orada bir çox hormonları yoxlamaq olar, ayrı-ayrılıqda bədən metabolizmasını yoxlamaq olar. Mən səhifəmdə, yəni reels olaraq danışdım. Sadəcə bir istiqamət götürüb nutrigenetik, epigenetik test haqqında danışmışdım. Bəli, buna əsasən qidalanmamızı düzəldə bilərik və ömür boyu bizə uyğun bir qidalanma planını verir. Yenə də burada ara-sıra dəyişkənliklər etmək lazımdır. Doktor, hər yaşın qəbul etməli olduğu qida və qida əlavələri var. Və siz nə məsləhət görürsünüz? 20-li, 30-lu, 40-lı, 50, 60-lı yaşlar üçün xanımlarımız və bəylərimiz hansı qidaları qəbul etməlidirlər? Qidalar dedikdə, dediyim kimi bir balans var qidada. Zülal, yağ, karbohidrat. Bu balansı hər zaman qorumalıyıq. İstədiyimiz yaşdan asılı olmayaraq, yəni 20 yaşında da, 30 yaşında da, 40 yaşında da, 50 yaşında da hər kəsin bir balansı var. Onu mütləq qəbul eləməlidir. Amma uşaqlıq dönəmində uşaqlarda proteinə ehtiyac artır. Niyə? Onlar inkişafda olan orqanizmdir. Ona görə deməli protein ehtiyacı çoxdur uşaqlarda. Süd verən dönəmdə ananın ehtiyacları artır. Ona əsasən qidalanmalıdır. Amma bu deməli deyil ki, süd verən ana 2 nəfərin yerinə qidalanmalıdır. Bizdə edilən yanlışlardan biridir. Suyu çox içsə belə onun ehtiyacı olan süd əmələ gəlmə prosesində iştirak eləyəcək. Amma ümumi olaraq yoxladıb özündə hansı vitamin, mineralları əksikdirsə yerinə qoyması və bunu
mütəmadi qəbul eləməsi çox vacibdir. Bunu onsuz da bizim ginekoloqlarımız, pediatrlarımız tövsiyə edirlər analarımıza və bu hissədə boşluq yoxdur bizdə və bu yerini doldurub, yəni olunur zaten. Ərgənlik belə deyək ki, pubertat dönəmində olan uşaqların onların da proteinə ehtiyacları çoxdur, yağa ehtiyacları çoxdur, çünki onlar hormonal inkişaf dönəmindədir. Həmin dönəmdə çox istifadə eləməlidir. Yəni bu dönəm-dönəm dəyişir. Fiziki aktivliyiniz artırsa, proteininizi artırırsınız. Fiziki aktivliyiniz azdırsa, daha az qəbul eləyirsiniz. Yəni konkret olaraq demək olmaz ki, bu yaş dönəmində bu vitaminə, bu qidaya ehtiyac bu qədərdir. Var, düzdür. Ona uyğun olan qrafiklər var. Amma hamıya yenə də deyirəm ki, şamil etmək olmaz. Ümumi qrafiklərdən hamı istifadə eləyə bilər. Bunu adicə, yəni bu gün artıq internet hər kəsin əlçatandır. Orada yazaraq özlərinin yaşına uyğun olan günlük ehtiyacı olan protein, yağ, karbohidrat dəyərlərinə baxa bilərlər. Amma bu yenə də dediyim kimi hamıya ümumi deyil. Şümarə xanım, son vaxtların ən məşhur olan anti-aging trendləri hansılardır? IV terapiyalar. Hamı IV terapiya eləyir. Əslində IV terapiyalar əvvəllər də bizdə olmayanın yerinə qoyulması, yəni hər zaman həkimlərin istifadə elədiyi müalicə üsullarından biridir. Sadəcə burada anti-aging yanaşmasında normativlər deyil, optimal dəyərlərə çatdırmağa çalışılır müəyyən vitamin, mineralları. Elə burada ondan söz düşmüşkən bir nüansı bildirmək istəyirəm ki, məsələn, dəmir azlığı bizim qadınlarımızda çoxdur və dəmir azlığını bərpa eləmək üçün müəyyən inyeksiyalardan istifadə olunur. Amma bəzən görürsüz ki, inyeksiya olunur. Müraciət edənlərdən görürəm ki, mən sistem şəklində almışam doktor dəmir preparatını, amma yenə də məndə aşağıdır. Orada 1-2 göstəriciyə fikir verilir. 1-2 göstəriciyə baxılaraq sistem olunmaz. Bədən iltihab markerlərinə baxılmalıdır. Hansı səviyyədədir və əgər bədəndə iltihab varsa, elədiyimiz yəni sistemin çox hissəsi ona gedib xərclənir. Ona görə də depolanmır əslində orqanizmdə. Yəni sistem demək sadəcə bax bu qida əlavəsi kimi bir şey deyil ki, mən profilaktik olaraq bunu qəbul edim. Mən bu sistemi istəyirəm, mənə bunu edin. Məsələn, enerji ən çox trendlərindən biridir. Hamı deyir ki, mən enerjisizsəm, halım yoxdur, mənə nad eləyin. Yəni belə bir şey yoxdur. Enerjisizlik, halsızlıq, yorğunluğun səbəbləri hədsiz çoxdur. Birinci səbəb araşdırılmalıdır və səbəbə istiqamətlənmiş müalicə təyin olunmalıdır. Hər yorğun, halsız olan insana nad sistem şəklində köçürülərək ona enerji vermir. Şümarə xanım, daxildən qocalmaq, zahirdən qocalmağı nə qədər sürətləndirir? Daxildən qocalmaq, xaricdən qocalmağı birbaşa stimulə edən əsas faktorlardan biridir. Xaricdən nə qədər maskalasaq da, estetik əməliyyatlarla, kosmetoloji prosedurlarla daxildən yaşlanma gedirsə, qarşısını ala bilmirik. Və bu da özünü eybəcərləşmələrlə nəticələndirir. Ona görə də biz birinci daxildən cavanlaşmağa üstünlük verməliyik. Xaricdən gəncləşmə də mütləq olmalıdır. Mən demirəm ki, sadəcə daxildən gəncləşmə. Bəzi kosmetik prosedurlar var, estetik prosedurlar var. Ehtiyac varsa, onlar da onunla yanaşı olunmalıdır. Yəni bunlarsız mümkün deyil. Sadəcə vitamin, mineral, hormonal balansı düzəldərək xaricdən düzəltmək də mümkün deyil. Xaricdə hər hansısa bir belə deyim ki, problem varsa yerli prosedurlar ora icra olunmalıdır. Amma doğru mütəxəssisə müraciət edərək xaricdən hər hansısa bir prosedur da etmək istəyirlərsə, mən hər kəsə tövsiyə edərdim. Mütləq həkim olduğuna fikir versinlər müraciət elədikləri insanın. Çünki həkim olmadığı zaman istənilən qədər yəni yaxşı mütəxəssis olmasına baxmayaraq həkim olması çox-çox vacibdir. Şümarə xanım, son olaraq da izləyicilərimiz üçün və özünüzün də tətbiq etdiyi life hacklərinizi paylaşa bilərsiniz? Nə tövsiyə edərdim? Bəli. Birinci, yuxunuza fikir verin. Bu çox önəmlidir. Yuxu bizim gənc qalmamıza ən önəmli təsir göstərən əsas faktorlardan biridir. İkinci, fiziki aktivlik.
İdman zalına gedib idman etməkdən söhbət getmir. Bacarırsınızsa nə gözəl, həftənin 3 gününü edin, amma günlük mütləq şəkildə təmiz havada gəzin. 1 saat özünüzə zaman ayırın. Bu sizə çox gözəl təsir göstərəcək. Üçüncü qidalanmanıza riayət eləyin, fikir verin. Düzdür, mən özümdən də tam olaraq %100 qidalanmaya, belə deyim, sağlam qidalanmama baxmayaraq saatlara tam əməl eləyə bilmirəm. Çünki belə deyim, işlədiyim üçün müəyyən günün saatında həmin saat aralığında qidalanma istəsəm belə tam olaraq alınmır və o qidalanma saatlarını, yəni takılıb beyninizdə günlük rutininizi yadınızdan çıxarmayın. Ehtiyacınız olan zülalı, karbohidratı, yağı gündə 2 dəfəyə də bölüb yəni qida şəklində qəbul eləyə bilərsiniz. Amma yaxşı olar ki, 3 dəfə, 4 dəfə şəklində olsun, daha çox şəkildə olmasın. Yenə də dediyim kimi, bunu özünüzə stres yaradaraq, ay edə bilmədim, mən tam olaraq 3 dəfə yeyə bilmədim, 2 dəfə olsun, amma qəbul elədiyiniz qida zəngin olsun tərkibi baxımından, sizin günlük ehtiyacınızı qarşılasın. Bu qədər sadədir, amma effekti inandırım sizə çoxdur. Çox sağ olun ki, bizimlə bu bilgiləri bölüşdünüz və dəvətimizi qəbul elədiniz.